Peyğəmbər buyurdu, bəli, 10 dəstə mənim ümmətimdən, ağlamağı buna görədir. Min ümməti, mənim ümmətimdən 10 dəstə bu müsəlmanlardan əlavə. Allah onları müsəlmanlardan ayırıb, məyyəzə, təmyiz ayırıbdır. Nə bilim, Peyğəmbər buyurdu, bəziləri, bəzum ala surətil xinzir, bəziləri ala surətil qirədə, meymun simasında. Meymun simasında. Bəziləri donuz simasında. Sonra özü Həzrət geniş hədisdə axırda açıqlama verir ki, donuz simasında nə üçündür? Əhli suxd, haram əhli olanlar. Halala harama rayət eləməyənlər. Qətəyirsiniz? Halala harama rayət eləməyənlər. Onlar donuz simasında. Bəziləri buyurur ki, Həzrət qiyamətdə onların ayaqları yuxarıda, başları aşağıda yushabun aleyha, o cürünə sürüyə-sürüyə gələcəklər. Onlar kimdir? Həzrət açıqlama verir. Əhl-i riba, riba yiyənlər bizdə el arasında sələm deyərlər. Sələmə pul verənlər. Sələm. Sələm əhli. Onlar bu cür nəmə. Bu bir həqiqətdir ha. Yəni elə dünyada o cür imiş. Əməllərinin batini. İnsan öz əməlinlə, əqidəsinlə, əxlaqınla öz batinini öz əlindən çəkir elə bir ki. O ürəfa böyüklər elə hədisdən istifadə edirlər. Buyurublar ki, bu dünyada olan batinimiz qiyamətdə bizim zahirimizdir. Allah buyurur, yevmə tubləs sərair. O gündə batinlər üzə çıxacaq. Batinlər üzə çıxacaq. İzəl vuhuşu huşirət. O gündə vəhşilər məhşərə gələcək. Peyğəmbər bu hədisdə izah verir. Məhşilər nəinki şiri pələngi suala gətirəcək. Yox, onlar mükəlləf deyildilər. Onlar hamısı, onlar məsələn, öz Allahın ibadətindədirlər, itaətindədirlər. Onlar Allahın itaətindən çıxmırlar. Onlar Allahın itaəti. Fəqət insandır ki, bir zərrə ixtiyar verilibdir. Aləm qatır bir. Bəli. O insan simasından tənəzzül tapıbdır. Onların əzabına bax, donuz simasında, meymun simasında. Ondan əzab çəkir. Yəni, burada bir fəlsəfi bəhslər də var, filosoflar kitablarında qeyd ediblər ki, məsələn, nə eybi var ki, məgər dünyada ki, biz məsələn donuzu görürük, meymunu görürük, məgər o donuz donuzluğundan əzab çəkir? Məgər meymun meymunluğundan əzab çəkir? Xeyr. O donuzu Allah gözləyir, o ondan ləzzət alır, onun kamalıdır. O ona görə gecə-gündüz şükür eləyir. Onun xilqəti odur, o kamalı odur. Amma insanla fərqi nədir? İnsan nə üçün əzab çəkir? Çünki insan ki, o cür xəlq olunmamışdır. Orada nəfsi insan, insanın nəfsidir ki, çönüb heyvan simasında. Meymuz, o da ondan əzab çəkir. Ən böyük əzabdır.